Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nesta'in. Sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Salamlayıram hər birinizi dəyərli tamaşaçılar. Bu Əyyam-ı Fatimiyyə günlərində xanım Fatimə Zəhranın şəhadəti münasibətilə bir daha hər birinizə başsağlığı verirəm. Başda zəmanənin imamı olmaqla. Fatimiyyə günləridir bildiyimiz kimi və bugün hal-hazırda bütün dünyada qeyd etdik ki, xanım Fatimə Zəhranın əzadarlığı ilə bağlı bir çox ölkələrdə əzadarlıq mərasimləri keçirilir və xüsusi məclislər təşkil olunur. Həzrət xanım Fatimə Zəhranın əzadarlığı günlərində ötən dəfə qeyd etdik ki, bəs hansı tarixdə dünyadan köçüb, nə üçün 20 gün əzadarlıq nəzərdə tutulur və xanım Fatimə Zəhranın necə dünyadan köçməsi barəsində, hansı səbəbdən dünyadan köçməsi barəsində qeyd etdik. Bu dəfə sizin huzurunuza məhz Əyyam-ı Fatimiyyədə, yəni Fatimiyyə günlərində hansı işlərə daha çox vaxt ayırmalıyıq, necə istifadə etməliyik, bu barədə qeyd etmək istəyirəm. Ən çox gələn suallar bunlardır ki, Fatimiyyə günlərindən necə istifadə edək? Məsələn, Məhərrəm ayı ümumiyyətlə əgər istəyiriksə mənəvi bir proqramımız olsun, Allah Taala sanki bir il ərzində 12 ayın içində bizim üçün müxtəlif mənəvi proqramlar qoyub. Bunlardan biri qeyd etmişdik ki, Məhərrəm Səfər ayıdır ki, İmam Hüseynin əzadarlığı və Peyğəmbərin dünyadan köçdüyü aydır ki, Səfər ayı ağır ay kimi qeyd olunur. Və bu 2 aydan xaric 3 ay qeyd etdik ki, ibadi məsələlərə daha çox vaxt ayırmaq üçün Allah Taala bizə Rəcəb, Şaban və Ramazan ayını qoyub. Eyni zamanda Əyyam-ı Fatimiyyə də bu 3 əsas vaxtlardan biridir ki, biz bunlardan, yəni bu zaman müddətindən çox gözəl şəkildə istifadə edə bilərik, mənəvi şəkildə istifadə edə bilərik. Amma əksər insanlar yəni qeyd edirlər ki, Məhərrəm ayında, Səfər ayında bilirik ki, İmam Hüseynin ziyarəti, məclislər, ziyarət-i Aşura, bu kimi şeylər oxunur və təşkil olunur. Və Ramazan ayının, eləcə də digər 2 mübarək ayın xüsusi proqramları var. Bəs Əyyam-ı Fatimiyyədə biz nə kimi istifadə edək, necə edək, hansı işləri görsək daha yaxşıdır? Bugün mövzumuz məhz bununla bağlıdır. Qeyd edim ki, vurğulayacağım hər bir şey bizim böyük alimlərimizin sifarişlərindən götürülüb və böyük alimlərimizin qeyd etdiyi məclislərdən götürülüb və onların üsulundan götürülüb. Və böyük alimlərimiz sifariş edirlər ki, əgər istəyirsinizsə Fatimiyyə günlərindən yaxşı istifadə edəsiniz və Fatimiyyə günlərini təbliğ edəsiniz ki, bugün məhz bu günlərdə çox vacib və mühümdür ki, Fatimiyyə günləri təbliğ olunsun və xanım Fatimə Zəhranın necə dünyadan getməsi, hansı hadisələrin baş verməsi vilayət bəhsi üçün çox önəmli bir məsələdir. Yəni, imamət bəhsi üçün Peyğəmbərin vəsiyyətinə əməl olunmaması, Peyğəmbərin vəsiyyətinin tapdaq altında qalması və Əhl-i Beytin məzlumiyyətini çatdırır. Və hətta böyük alimlərimizin təfsirlərinə əsasən, etiqadımıza əsasən, əgər həmin hadisələr baş verməsəydi, ondan sonraki zülmlərə də heç bir şəxs cəsarət etməzdi. Məhz həmin hadisələrdir ki, səbəb oldu ki, Əhl-i Beytin qapısına hücum olundu və Əhl-i Beytin haqqı ayaqlar altında qaldı, imama əl uzadıldı, imam övladına əl uzadıldı və Peyğəmbərin gözünün nuru xanım Fatimə Zəhraya əl qaldırıldı. Bu səbəb oldu ki, digər şəxslərdə, yəni daxilində düşmənçilik hissi daşıyan şəxslər də məhz cəsarət etdilər və tarixdə bir çox zülmlər olundu 14 məsuma. Və hələ də bugün də görürük ki, bu zülmlər müxtəlif formada davam edir və tarixi faktları da hətta çalışırlar ki, təhrif etsinlər və düzgün şəkildə çatdırmasınlar. Məhz bu günlərin təbliği, tanıtdırılması, xanımın şəhadəti günlərinin yaşadılması çox önəmli bir bəhs və məsələdir. O yüzden alimlər qeyd edirlər ki, yaxşı olar ki, bu günləri daha şövqlə, dirildərək, yəni insanlara çatdırmaq lazımdır və insanları tanış etmək lazımdır. Birinci bəhs budur ki, hər bir şəxsin, hər bir kəs ki, Əhl-i Beytə məhəbbəti var, Əhl-i Beytə xüsusi bir diqqəti var və çalışır ki, özünü Əhl-i Beytə çatdırsın.
Ən birinci məsələ budur ki, bu günlərdə evimizin və ətrafımızın, həyətimizin, bacamızın abu havasından bilinməlidir ki, biz xanım Fatimə Zəhranın aşiqləri və sevənləriyik. Bunun üçün də birinci evləri yas mərasimlərində biz bilirik ki, qədim zamanlarda çox gözəl adətlər var idi və bu adətlərdən biri bu idi ki, hansısa evdə əzadarlıq düşsəydi, yas mərasimi olsaydı, kimsə dünyadan geçsəydi, insanlar hətta öz dünyadan gedənləri üçün yəni televizorun üstünü örtərdilər qaralarla. Neçə gün o evdə demək, gülmək olmazdı, evi bəzəyərdilər və qaralara bürüyərdilər. Həmin evdə yas olduğu, əzadarlıq olduğu bilinirdi və heç kəs də cürət etmirdi ki, o evə daxil olanda nəsə bir gülüş yaratsın, nəsə bir artıq əski bir hərəkət etsin. İndi də biz Əyyam-ı Fatimiyyədə, Fatimiyyə günlərində məhz bu işi görməliyik. Birinci sifariş budur ki, böyük alimlərimiz tərəfindən ən azı bayraqlarla, əzadarlıq bayramları ilə ki, biz buna bəzən pərçəm də deyirik, qara bayraqlarla, əgər bayraq asmaq mümkün deyilsə, ən azından qapıdan, yəni yaşadığımız mühitdə, çünki əksər insanlar Əhl-i Beytin yəni məfhumunu, dəyərini bilmirlər bəzi halda və hətta onların adlarına ehtiramsızlıq ola bilərsə hansısa bir mühitdə, bayraqların əvəzinə qara parçalarla belə olsa, qapıdan asmaqla olsun və yaxud həyət bacadan asmaqla mı olsun və yaxud evin daxilində, evin əsas güşəsində, əsas otağında ki, orada otururlar, orada oturdur olunur, dörd tərəfə hansısa bir nişanələr vurmaqla, bayraqlarla, qara pərçəmlərlə, bəzəməklə biz bu işi dirildə bilərik ki, hansı ki, bizim evimizə get-gəl olanda, qonaq gələndə, hətta onlar əgər məzhəbi və inanclı şəxslər deyillərsə, onlar da bu əhval-ruhiyyəni hiss etsinlər. Bu evdə hiss olunsun ki, xanım Zəhranın sevgisi var, xanım Zəhranın əzadarlığı var bu evdə. Bu əhval-ruhiyyəni Fatimiyyə günlərindən bir neçə gün öncə artıq evdə yaratmaq lazımdır. Evin mühitini hazırlamaq lazımdır ki, inandırım sizi ki, həqiqətən də bu cür evlərə xüsusi nəzər olar Allah tərəfindən. Çünki orada xanım Fatimənin məhəbbəti var və orada Əhl-i Beytin məhəbbəti var. Dörd tərəfə bəzəklər vurulsun xanım Fatimə ilə bağlı, onu xatırladacaq, əzadarlığı xatırladacaq. Əgər bir gün qiyamətin günündə biz ki, xətakar insanlarıq, namazımızda, orucumuzda hansısa bir nöqsanlar kəm-kəsir olsa, ən azından Allahın huzurunda sözümüz olsun ki, biz xanım Fatimənin ardıcıllarıydıq, onu sevənləriydik, onun üçün bir iş görürdük. Bəlkə o zaman Allah bizə daha çox güzəşt edər. Və hətta hədislərdə var ki, xanım Fatimə Zəhra məxsusən onu sevənlərə və onun balası İmam Hüseyni sevənlərə xüsusi inayət edəcək və şəfaəti şamil olacaq o şəxslərə. İkinci nöqtə budur ki, özümüz üçün 20 günlük bir gözəl bir fürsətdir ki, proqram quraq və mən dəfələrlə müxtəlif bəhslərdə sizin nəzərinizə çatdırmışam, məxsusən də övlad tərbiyəsi bəhsində. Əgər bir şəxs istəsə ki, hansısa bir proqramı adət etdirsin özünü, 21 gün ərzində onun yəni beyninin bəzi hissələrində o adət üçün sanki xətlər yaranır. Yəni hansısa çalalar yaranır ki, elmi cəhətdən də bu özünü sabit edibdi, bilinən bir şeydir və 21 gün içində bir insan hansısa bir məsələyə, hansısa bir şeyə, hansısa bir əmələ adət edə bilir. O yüzden də bu 20 gün yaxşı fürsətdir ki, biz xanımla ünsiyyət quraq və özümüz üçün mənəvi bir proqram qura bilərik ki, mənəvi proqram çox önəmlidir. Hər bir şəxsin maddi proqramı olduğu kimi mənəvi proqramı da olmalıdır. Əgər mənəvi proqramı olmasa, uduzub və tənəzzülə uğrayıb. Bu proqramdan birini biz bu cür qura bilərik ki, məsələn, xanım Fatimə Zəhranın ziyarətnaməsini gündəlik oxuyaq və xanıma təvəssül edək. Və yaxud onun xas salavatı var. Xas salavatını oxuyaq gündəlik. Və yaxud kimsə istəyirsə öz meylinə uyğun təvəssül duasını seçə bilər ki, bu neçə gündə 14 məsuma təvəssül etsin 20 günün içində. Hədis-i kisa bilirik ki, xanıma təvəssülün yollarından biridir. Kimsə istəsə, yəni ona bu cür daha rahat olsa, hədis-i kisanı da oxuya bilər, hədis-i kisanı gündəlik proqramına sala bilər. Və bizim böyük alimlərimizdən olan Behçət ağa sifariş edir, tövsiyə edir ki,
Əgər istəyirsinizsə aqibətiniz xeyirlə tamam olsun, yəni nəticədə bu dünyadan yaxşı bir insan kimi gedəsiz və Allahın dərgahında yaxşı bir insan kimi qəbul olunasınız, yaxşı olar ki, hər gün sübh namazından sonra Yasin surəsini xanım Fatimə Zəhraya hədiyyə edib oxuyasınız. Bu xətmi hər zaman proqramınızda edəsiz. Bugünlük elə bilirəm ki, bu qədər kifayətdir və inşallah ki, mənəvi proqramımızın ardını gələn günlərdə sizin üçün qeyd edəcəm və gözəl tövsiyələr var alimlərimizdən ki, inşallah ki, davamını izləməyə davam edərsiniz. Sağ olun, salamat qalın.